Deməli oğru sənsən, hə? Heç olmasa vitfasonundan utandı. Görən də deyər ki, bundan yazığı yoxdur. Mənim elə əvvəldən bu qızdan gözüm su içmirdi. Su içməyi olsun, soğuk sərdi. Uşaqlar, bəsdir də zarafatlaşmayın. Bəlkə Gülşən özü danışsın. Nə danışacaq, hə? Danışmağa üzü var danışsın, hə? Başını yuxarı qaldır. Bura universitetdir, universitet. Bura təhsil almağa gəlmişsiniz. Daha oğurluq eləmək yox. Axmaq öz bəxtini bağladı. Elə bilirdin, elədiklərini heç kim görməyəcək, hə? Ya da bilməyəcək. Mən sənin kimləri yaxşı tanıyıram. Əvvəl özünü yazıq kimi aparıb, sonra da saman altından su yeridənləri. Deyirəm, yaxşıdır vaxtında tapdınız, yoxsa sabahları bizdən də nəsə uğurlayardı. Oğlum Pərviz, mən imkan verərəm ki, sizin başınıza belə bir oyun gəlsin. Özüm lazımi tədbirləri görəcəm. Kəs səsini! Mən. Hələ danışma dilin də var sənin. Yadında saxla, uşaq ailənin güzgüsüdür. Görünür sizin ailənin güzgüsü elə başdan çirkliymiş. Ailə tərbiyəsi görməyən. Müəllim, bəlkə təhkirə keçməyəsiniz. Kəs səsini! Sən də sil gözünün yaşını! Göz yaşı ilə günahlarını yuymaq istəyirsən? İndi bu saat sənin valideynlərini çağıracam bura. Qoy gəlsinlər. Uşaqlarının elədiyi hərəkətə görə cavab versinlər. Gəl dalımca! Tez elə! Bu gücünü vaxtında sil də bu ailə. Güc bizim. Ne dedin sen? Okey. Ben bu evin kızı değil ha. Ben sen bacın değil ha. İçimden öyle demek istemedim. Dedin ama. Ben de işittim. Şafa ben bu evin kızı değil ha. Şafa sualıma cevap ver, ben bu evin kızı değil ha. Şafa bana cevap ver. Bilmirəm, bir de onu bilirəm ki biz bacı değilik. Başka hiç ne bilmirəm. Aç da telefonu, Pərvizə aç. Sənin günahın yoxdur, aç. Bil. Ya da yaxşısı Pərviz ara bilməsin. Gedibkən özünü zibilə salacaq. Nəsə fikirləşmək lazımdır. Fikirləşmək lazımdır.
Tural zarafat eləyirdim. Vallahi zarafat eləyirdim. Bax, heç nə olmayıb mənə, Tural. Beni sensen Aygüz! He? Birden doğrudan boğlardı. Mən doğrudan bu ola bilməzdim, axı sən buradasan. Sən məni xilas eləyəcəkdin. Oyun oynadın benimle. He? Oyun oynayırsan sen benimle. Bile bile ki dostlarımın başında gelim diye yadıma salırsan. Tural. Amma sən eyni hadisəni yaşamadın. Bax, məni xilas eləyə bildin, Tural. Ama dostlarımı xilas edə bilmem. Tural, dostlarının önündə sənin heç bir günahın yox idi. Bu dənizə onları aparmaq istədi və apardı, vəssalam. Ona görə də sən heç nə eləyə bilmədin. Deniz benden güçlü çıktı. Dostlarımı xilas edə bilmem. Bax, bu dəfə dənizdən sən güclü çıxdın. Həm məni dənizin əlindən qurtardın, həm də dənizə qorxmadığını göstərdin, hə Tural? Sən daha dənizdən qorxmursan, hə? Qorxmursan, hə Tural? Bax, sən dənizə girdin. Hə Tural? Qorxmursan, hə? Qorxmursan, hə Tural? Ben başa düşə bilmirəm. Bu ne cür kız böyütmekti? Bu kız birinci kursdan belirleyir. Sonraki kurslarda ne yiyecek? Ayıptır. Bir böyüttüğünüz kızdan utanın. Gülşen oğlu zat değil, ağzının danışığına fikir ver. Ne vaxtdan öz nişanlı üzüyünü götürmək oğlu sayılıb? Ne dedin sen? Nişan? Ne nişan? Fikir benim. Cavanlar birbirini sevip balaca bir üzüydü takla parmağına. Şimdi toyza da olmuyor. 17 yaşında kızı ərə vermək heç bilirsiniz ne demektir? Zamdekan sen, dispeyçer sen, ne sen bilmirəm. Eşa. Bizi yersiz görməmsən. Bəlkə səndən icazə alım toy nə vaxt eləyirəm? Fərruq əmi, sən niyə hər şey buna deyirsən ki? Oğlum çık çölde beni gözle. Dedim çık çölde beni gözle. Demedim çık çölde beni gözle. Eşitmedin beni. Bu cavanlar hara baxırlar bilmirəm. Gül kimi qızsan. Özündə universitetdə oxuyursan. Heç bir-birinizə uyğun da gəlmirsiniz. Yəqin yazıq atanda məcburiyyətdən sizi nişanlayıb. Gelin bir eləyək. Bu meseleler kalsın bizim aramızda. Hiç kime hiç ne demeyin. Ne lazımdı? Hürmetinize geçin. Yaxşı. Şey öz aramızda qalmayıb neyniyəcəyik ki?
Zakir müəllim bilsə, dərimi soyar. Sizə görə susuram. Çox sağ ol. Sən də qızım, heç bir yerdə heç nə danışmırsan. Eşitdin? Qrupda da ağzından bir kəlmə qaçırtmırsan. Aydındır? Narahat olma. Hər şey yaxşı olacaq. Çox sağ ol. Sağ ol. İnci, İnci. Ne olur bir şey deyilən, dünəndən heç də danışmamısan. İnci, İnci, belə getmədə nə olar, özündə deyilsən axı. Ay qız, gedib avariya zad eləyərsən. İnci. Ay qız, eşitmirsən? Hara gedirsən? İnci. Bir şey de hara gedirsən? İnci. Eşidirsən, hara gedirsən? Atam bilse çok pis olacak. Ne yapacağım ben? Yox, bala kişi, baxıram yavaş-yavaş düzəlirsən. Yaralarımın yeri sağalır, amma əl vuranda ağrıyır. Narahat olma bala kişi. İnanıram ki, sənə əl qaldıranlar gec-tez cəzalarına çatacaqlar. Çatacaq, çatacaq. Sən narahat olma. Siz də görəcəksiniz ki, bala kişiyə əl qaldıran mən deyiləm. O günü səbirsizliklə gözləyirik. Keşke. Hamı kesin olsun yerinde. Tez. Otur aşağıya, kalpoz. Sakin. Bu oğrun hələ dərsə gəlməyə üzü də var. Sen sus ay kız. Cemaatın üstüne şer atmayın. Mənim öz aramızı şərsiz atdınız da. Otur aşağı. Müşkatyon. Təhqir eləmin də. Otur aşağı. Düzdür uşaqlar. Mən də əvvəlcə kobudluq elədim. Gəldim, səsimi qaldırdım. Hətta sizi də yoxladım. Gülşəni də günahlandırdım. Amma bilin ki, Gülşənin heç bir günahı yoxdur. Nə oldu? Birdən-birə fikriniz dəyişdi. Oğlum Pərviz, Gülşən üzüyü yerdən tapıb götürüb. Fikirləşib ki, dərsdən sonra gətirib verər. Yadından çıxıb. Sonra da mənim sözümdən tutulub, qorxub, heç nə deyə bilməyib. Çox gözəl, çox gözəl səbəbdir. Bir sözlə, uşaqlar, biz Gülşənlə danışdıq və hər tərəfli məsələni həll elədik. Bir şey bilin ki, Gülşən oğru deyil. Ailəsi ilə də tanış olduq. Atası çox mədəni bir insandır. Bir sözlə, uşaqlar, siz də bundan sonra başınızı aşağı sallayın, dərsinizlə məşğul olun. Oldu? Qızım, geç əyləş. Bax belə. Bəziləri deyəsən ərə getməyə yaman tələsir, ha.
başqasının nişan üzüyünü oğurladığına görə Eşitmədin, dedilər axı oğurlamayıb. Gülşən, sən məndən heç nə gizlətmirsən ki? Yo, nə gizlədəsiyəm ki? Belə də Banu, belə yaxşı yeməyi, Sən yaxşısan? Hə, yaxşıyam. Görürəm, bir yerdə gedib gəlirsiniz. Ama nəsə, sevinmirsən ha? Qız sən qarşılıqsız sevir. Bundan artıq nə istəyirsən? Yoxsa qorxursan, doğrudan aşıq olarsan. Belə getsə elə də olacaq da. Gözlərinə var. Qarşılıqsız sevəcəksən. Bir sənə var. Nə olur olsun. Məni nə zibilə salıb ki, hələ də çıxa bilmirəm. Balıkçının döyənləri tapdım. Ayaqladı ki. Gücüdə deyil də hamıya. Hara geçsin? Ha gedə Pərvizə deyək də. Yox, əlimizdə subutumuz yoxdur. Həm də ki desək, kimdən alacaq bizi? Pərvizə də deyəsən, gelib dava edəcək. Özünü salacaq işə. O da düzdür. Yaxşı, bəs kimdir bu yetimi döyən? Bizdən bir kurs yuxarıdılar. Amma bəlcə necə subut tapacağıq, onu fikirləşmək lazımdır. Yaxşı gözlük tapıldı. Yoxsa onların başına bir oyun açacaqdım ki, gəl görəsən. Ay qız, biraz sakit danış, eşidib eləyərlər, biabır olarıq. Biz biabır olarıq. Qoy onlara ayıb olsun. Üzü itib, heç becədərlər də deyildi. Bugün üzü itirən, sabah komplekt itirəcək. Nə veclərlə? Pul hardan gəlib, hardan gedir? Baxam, əgər onların yanında da belə danışasansa, dur indidən çıx gedək. Onlarla başqa cür danışacağım. Görərsən. Bilirsən nə var? Nə qədər ki başımıza çıxmayıblar, gərək toyumuzu eləyib, qızı aparaq evimizə. Yoxsa gündə bir bayram gəlir. Kim deyir ona? Gündə bayramlıq aparan, nə bilim, ad günündə hədiyyə aparan, nə. Nə zəhmət çəkirdiniz? Sağ ol. Zəhmət yoxdur. Çox sağ olun, çox sağ olun. Deyirəm, şükür Allaha. Şükür. İndi qudayıq, bir-birimizlə açıq danışmalıyıq. Oh! Hoş gelmişsiniz. Kim ben görürüm ha? Hoş gelmişsiniz. Xoş gününüz olsun Fərruh qardaş. Ha, necəsiz? Yaxşıyıq, şükür Allaha. Sizin cavabınızdan sonra lap yaxşı olacaq. Buyurun eşidirik sizi. Bala kişi, ay bala kişi. Öz aramızdı, bomba qızdı ha bu.
WhatsApp'daki şəkil. WhatsApp-a qız şəkli qoymamışam axı. Necə qoymamışam, bax da bir dənə. Bu qız deyil, qoyundur. Adı da Ağcadır. Nə danışırsan? Ay da, evin. Dörək. Mamıbdə. Eyda, qayıtmış qız mənə qayıp yazıb. Onun dərsini verəcəm. O deyil, mənə döşürən yazıb. 28-i bir də 34-ü. Ayın 34-ü. Alo, sənin sıra nömrəndir. Nəzərəm mən. Uşaqlar, siz əvvəl onun verdiyi dərsləri oxuyun, sonra qayıb söhbət eləyərsiniz də. Einsteynin başına almaq şəkəndən sonra dil açıb ha. Ha, çox gülməli idi Nüsrət. Gülməli. Öz aramızda alma Einsteyni yox, Newtonun başına düşmüş. Yox. Nətər dedin? Neçə vaxt elə biləm qız? Einsteyn baş. Nəysə. Nə olub İnci? Bacı, nə olur? Danışmaq istəmirəm, xahiş edirəm, soruşmuyorum. Əyləş. Nəsə olub? Müəllim, İncinin problemi var, amma demək istəmir. İnci, yaxşısan? Danışmaq istəyirsən? Dərsə başlaya bilərik. O var məndə. Keç. Hardaydın be adam? Biraz işlərim var, sonra söhbət eləyərik. Belə, dərsimizə keçməmişdən əvvəlcə istəyirəm sabahki ev tapşırığını verim. Hərə bir layihə çəkib gətirəcək. Nə layihəsidir Murad müəllim? Arzusunda olduğunuz bir layihə. Elə bilin ki, mən investoram, sizin layihəyə pul qoyuram. Siz də elə bir layihə çəkin ki, məni inandırın, mən də sizin işinizə görə sizi qiymətləndirim. Aydındır? Aydındır. Kızım, bacınla danışdın? Bayaqdan zəng edirəm, nəsə cavab vermir. Dünün axşam da otağından çıxmadı. Mən baxdım, otağındadır. Sadəcə dərsi çoxdur deyə kitab elə qucağında yuxuya gedib. Hə? Lap yaxşı. Şəfa, qızım, bacından müğayət ol. İnci bizim son beşiyimizdir. Yad olmağını heç vaxt hiss eləməməlidir. Mənim gözəl qızım. Siz ikiniz də mənim canımsınız. Əgər sizə bir şey olsa, mən ölərəm. Ona görə həmişə bir-birinizin yanınızda olun. Bu danışdıqlarımızı da İnci bilməməlidir. Danışdıqlarımız öz aramızda qalmalıdır. Yaxşı, narahat olma, bilməyəcəm. Mənim gözəl qızım.
Of İnci, of. Özüne bir şey eləsə mən neyniyəcəm? Atam bilsə nə olacaq? Gəldim. Topuş, 3 dənə çay verərsən, yazarsan lisey dəftərinə, stipendiya da verəcəm. Bir dəqiqə deyədə, bala kişi. Başa düşmədim. Sən həmişə yeməyi özünlə gətirirdin, aparırdın. Çayı da həmçinin. İndi çay zat istəyirsən məndən, belə. Nə fərq var, indi alıram da. 3 dənə çay ver, belə maraqlı olsun. Problem yoxdur, maraqlı deyəndə ki, problem yoxdur. Əlim yandı. Bu bir. Tamam, bundan sonra nə lazımdır ki? Sağ ol. Çaylarım. Çaylarımız geldi. Ay. Oy. Qəşəng, maraqlı söhbət edək. Çox sağ ol. Çayları qoydum, indi gedə bilərsən. Bu uşağın hərəkətləri öldürüblər məni də. Mən də səni öldürəcəm axırda. Niyə? Bizim əsas işimiz bundan sonra bala kişini kim döyüb onu tapmaqdır. Mən üstümdən bu ləkəni təmizləməliyəm. Bildi də. Sən mən dediyimlə maraqlandın. Bala kişi ilə qıraqda söhbət edən olub. Bütün birinci kurslarla maraqlandım. Heç kimin bala kişi ilə əlaqəsi olmuyor. Amma sən narahat olma. Bir xəbər olsa sənə deyəcəm. Sənin bala kişini döymədiyinə mən əminəm. Bu yaxınlarda səni sevindirəcəm. Nə danışır Allah? Bu afaq da görməmişdi. Yenə qrupa öz şəkillərini göndərib. Evet, rədd edin də bunu qrupdan da. Gicərik bizi. Rədd edə bilmirik də, qrupu o açıb. Super canım, əlasın. Səbinə yaz. Nəyə baxırsan? Ay qız, burada hamı sənin dalınca danışır. Məndən deməkdir. Çalış, dostluğu, düşməni tanı. İnci? Kızım? Nəsə olub? Telefonuma niyə cavab vermirsən? Doğrudan Pərviz zəng eləmişdi. Deyir, bütün günü dərsdə ağlamısan. Bax, bayaqdan özümə yer tapa bilmirəm. Ata rolunu çox gözəl oynayırsan. Nə danışırsan kızım? Qızım. Qızım sözü dilində necə də gözəl yaraşır. Çox ürəklə deyirsən. İnci, yaxşısan İnci.
Yaxşı deyiləm. Çünki qızın olmadığımı bilirəm. Ögey olduğumu bilirəm. Uşaqlar, mənim ideyam bilirsiniz nədir? İdman zalı. Nə? Ala 2 saatdır bunu fikirləşsən? Çox mənasız, məntiqsiz ideyadır. Hər yerə baxsan elə idman zalıdır, dalı. O birisi zallardan bu zalın fərqi bilsən nədir? Açıq havada olmasıdır. Sən dəlisən, nə açıq hava, nə bağlı hava. Ərbi sər. Olsun ayaq, ərbi. Diqqətlə qulaq as, bir dəfə deyirəm. Mənim ideyama bax. Nüsrət gözəllik salonu. Bəh. Bütün nə qədər gözəllər var, hamısı gələcək o salona. Necədir? Çox dəxlisiz. Çünki bütün binaların altında gözəllik salonu var. Sən başa düşmərsən. Deyir gözəllik dünyanı xilas edəcək. Mənim də fikrim budur ki, bütün gözəllər hamısı gəlsin o salona. Hə? Yaxşı, bəs mən nə edəcəm? Sən şey elə də, yığ ayaq sürücə ged evə. 4 saatdır fikirləşsən, nə tapmırsan sən? Yo, mənə bax. Sən belə getsə qabağa gedəməyəcəksən. Ged moykada zətdə işlə də, yəni də sürək pulu uzaq çıxardarsan. Gözəl ideyadır ya. Allah, sən öl cibidir. Kül sənin başına. Mən də Hindistan mahnıları ilə, layihələrimlə dünyaya səs salacağam. Çox səs-küy salmırıq. İndisi Belcan üstümüzə gələcək. Qızım, çox sağ ol. Bizə çox kömək elədin. Mehbarə ilə bizi bağışdırdın. Oğlunun üstünə vicdan əzabını götürdü. Mən də elə bunu demək istəyirdim sizə. Tural indi çox yaxşıdır. Sudan qorxmur. Dostlarının önündə artıq özünü günahkar hiss eləmir. Mən sizə demişdim, Tural yaxşı olana qədər onun yanında olacağım. Tural indi çox yaxşıdır. Qızım, xanım mənimə, siz də məni başa düşün. Qıraqdan səhv başa düşülə bilər. Adıma söz gəlməyini istəmirəm. Mən sizin sözünüzü yerə salmadım ki, indi siz də məni başa düşün. Bilirəm, bu sözü demək ayıbdır. Sən mənim tələbəmsən, mən sənin müəllimən. Amma Banu, Tural səni çox istəyir. Sən indi mənim oğlumdan ayrılsan, o yenə pis olacaq. Nə olar, biraz səbr elə. Birazdan lap çətin olacaq. Tural nə qədər ki mənə öyrəşməyib. Bu oyunu burada bitirməliyik. Banu, xahiş edirəm. Yalvarım, oğlundan ayrılma. Bax, sən mənim sözümü yerə salmadın. İndi də mənə qulaq as. Özün də bu işin içindəsən. Biraz da səbr elə. Nə olur eləmə, niyə həmişə məndən şübhələnirsən? Sən nə cür adamsan? Heç abrahaya yoxdur səndə. Açarı ona görə qaytardım ki, gedib ikinci qələt eləyəsən. Niyə başa düşmək istəmirsən ki? Mən heç nə eləməmişəm. O uşaqla səndən başqa kimin işi ola bilər? O qədər söz dedim sənə. Səndən adam olmayıb, olmayacaqdı. Oğlum, istəyirsən öz otağına get. Atan indi biraz əsəbidir, hə?
Heç yana gedən deyiləm. Qoy zəhərini töksün. Hansı da məni sancmamış, sakitləşən deyil. Atanla danışırsan. Ağzını danışıram ben. Sən də bu işin başını bıraq. Elədiklərimizi də yadından çıxart. Hə, düz deyirsən. Bayaq doların qruplarıyla maraqlandı. Hələ də Pərvizin elədiklərini fikirləşirlər. Qoy elə də fikirləşsinlər. Bala kişini bizim döydüyümüzü heç kim, heç vaxt bilməyəcək. Hələ də Pərvizin elədiklərini fikirləşirlər. Bala kişini bizim döydüyümüzü heç kim, heç vaxt bilməyəcək. Niye yadımdan çıxmışsan, Niye qoymursan yadın? Hə? Yadındadır bu parkda ilk görüşümüz. Bu üzük senden başka hiç kimin parmağına yaraşmaz. Mən anama mesaj yazım, deyim ki biz buradayıq. Narahat olma, atanla danışmışam. Dedim biraz gəzdirib gətirərəm. Yaxşı. Yaxşı ki gəldiyə gəzməyə. Sənin də biraz başın açıldı. Gülşən? Bu kimdir? Siz mənə tanış gəlirsiniz, elə bil hadisə görmüşəm sizi. Yəqin universitetin həyətində görmüşsünüz. Mən Gülşənin nişanlısıyam. Elə bildim, bilməyəcəm. Nə vaxta kimi gizləyəcəkdin? Bunu sana kim dedi? Səncə. Böyük bacı bildiyim Şəfa dedi. Şuna nə deyəcəksən, atacam? Şəfa her şeyi səhv bilir. Hə. İndi deyəcəksən ki, Şəfa hər şeyi səhv bilir. Elə bir şey yoxdur. İnanmayacağım Zeynal müəllim, inanmayacağım. Özünüzü yalandan yormayın. Sen benim kızımsın. Yalan danışma. Yalan danışma, düzünü denən kiməm mən? Sen benim kızımsın.
Şəfaya mən yalan dedim. Şəfa mənim qızım deyil. Ögey olan Şəfadır.